Yaxşı. Deməli, bax, orta xətti keçən əvvəl deməmişdim. Bir də təzədən orta xətti də deyirəm. Orta xətt bərabər yanlı, bərabər tərəfli üçbucaq və düzbucağı üçbucaqdan danışacağıq. Deməli, orta xətt nə idi? Üçbucağın iki tərəfinin ortasını birləşdirən partiya orta xətt deyilir. Bayaq da dedik. Üçbucağın iki tərəfinin ortası. Fərqi yoxdur hansı iki tərəfdən söhbət gedir. Yəni, M nöqtəsi buranın ortası, N nöqtəsi də buranın ortasıdırsa, bu ikisini birləşdirdiyi üçün M-nə orta xətt deyirik. Və üçbucağın orta xətti digər, yəni üçüncü tərəfə, bu ikisinin ortasını birləşdirir. Üçüncü tərəfə paralel olur və həmin tərəfin yarısına bərabər olur. Bayaq da məsələlərdə göstərdiyimiz kimi, yəni, məsələn, bu orta xətt tərəfi yarı böldüyü üçün, bura tutaq ki 12, bura 14-dürsə, təbii ki, buralar 6-6 bölünür, burada 7-7 bölünür. Çünki orta xətt tərəfin orta nöqtəsini birləşdirir. Və bura tutaq ki 10-dursa, bu da onun yarısı olaraq 5 olur. Yəni, bu orta xəttin nə olmasıdır? Üçbucağın təbii ki 3 dənə tərəfi olduğu üçün 3 dənə də orta xətti var. Məsələn, bu tərəfin ortası M-dir, bu tərəfin ortası K-dırsa, bu MK da orta xəttdir, fərqi yoxdur. Və yaxud bu ikisinin ortasını birləşdirdiyi üçün bu da orta xəttdir, bu da orta xəttdir. Yəni, bu üçbucağın 3 dənə orta xətti var. Və orta xəttlər paralel olduğu tərəflərin yarısına bərabərdir. Yəni, məsələn, mən bunun uzunluğuna A deyirəmsə, bu tərəfin uzunluğu 2A olur. Bunun uzunluğuna B deyirəmsə, bu tərəf 2B olur. Bunun uzunluğuna C deyirəmsə, bu tərəf 2C olur. Və buradan da görürük ki, həmin o ABC üçbucağının perimetri MNK-nın perimetrinin 2 mislidir. Və yaxud başqa sözlə desək, orta xəttlərin əmələ gətirdiyi üçbucağın perimetri böyük üçbucağın perimetrinin yarısıdır. Sahələr dərsində sahə ilə bağlı olan hissəsində keçəcəyik ki, bu üçbucağın sahəsi, yəni orta xəttlərin əmələ gətirdiyi üçbucağın sahəsi deyib, perimetr yazdım, sahəsi ABC üçbucağının sahəsinin 4-dən 1-nə bərabərdir. Burada 4 dənə kongruent üçbucaq əmələ gəlir. Yəni 4-ünün də sahəsi də eynidir, perimetri də eynidir. Bu belə, yəni orta xətt haqqında bilməli olduqlarımız budur. Gələk bərabər yanlı üçbucağa. Nədir bərabər yanlı üçbucaq? İki tərəfi bərabər olan üçbucaqlara bərabər yanlı üçbucaq deyirlər. İki tərəfi bərabər olan üçbucağa bərabər yanlı üçbucaq deyilir. Bərabər tərəflərə yan tərəf deyilir. Yəni burada AB ilə BC olur yan tərəf. Bərabər tərəflərə yan tərəf deyirlər. Üçüncü tərəfə oturacaq deyirlər. Burada AC oturacaqdır. Bəzən şagird elə başa düşür ki, oturacaq ancaq aşağıda olduğuna görə qoyulmuş addır. Xeyr, məsələn, bax, mən bir belə üçbucaq çəkirəm, MNK üçbucağı. Əgər bu üçbucaqda MN ilə NK bərabərdirsə, MN ilə NK, onda onlar yan tərəf olur. Bunun oturacağı NK sayılır. Bax, bu üçbucağın oturacağı NK-dır. Yəni, bərabər tərəflərə yan tərəf deyirlər, üçüncü tərəfə oturacaq deyirlər. Düzdür, biz bərabər yanlı üçbucağı əksər hallarda belə çəkirik özümüzdə qalsa. Amma məsələnin içərisində bizə belə də verilə bilər və yaxud o bucaqla bağlı misalda gördük. Yəni, bərabər yanlı iki tərəf bərabərdir, onlar yan tərəfdir, üçüncü tərəf adlanır, oturacaq. Yəni, bu ikisi bir-birinə bərabər olanlar yan tərəfdir. Bərabər yanlı üçbucağın iki dənə xassəsi var. Birincisi, bərabər yanlı üçbucaqlarda oturacağa bitişik olan bucaqlar bərabər olur. Bərabər yanlı üçbucağın oturacağına bitişik bucaqları bərabərdir. Yəni, məsələn, bu 40-dırsa, bu da 40 olmalıdır. Buna da təpə bucaq deyirik. Onlar 40-40 olanda bu təpəyə nə qalmalıdır? 100. Və yaxud deyir ki, bərabər yanlı üçbucağın təpə bucağı 30 dərəcədir. Oturacağa bitişik bucağı tap. Bunların bərabər olduğunu bildiyimiz üçün 180-dən 30-u çıxırıq, qalır 150, bölürük 2 bərabər hissəyə. Yəni,
Təpə bucaq deyəndə yan tərəflərin arasında qalanla deyirlər. O birisilər də olur oturacağa bitişik bucaqlar. Bu bərabəryanlı üçbucaq haqqında bilməli olduğumuz qaydalardan biri. İkincisi bəslədir. Bərabəryanlı üçbucaqda oturacağa çəkilən median, tənbölən və hündürlük üst-üstə düşür. Bərabəryanlı üçbucaqlarda oturacağa çəkilən hündürlük, median, tənbölən üst-üstə düşür. Yəni, bu şəkildəki BH əgər AC-yə perpendikulyar çəkilibsə, BH hündürlükdür. Düzdürmü? Bu hündürlükdür. Bu, həmçinin olur median, yəni AH ilə HC bərabər olur, həm də olur tənbölən. Yəni, o bucağı yarı bölür. Bucaq ABH ilə CBH bərabər olur. Bu ancaq oturacağa çəkiləndə olur. Yan tərəfə çəkilənlər üst-üstə düşmür. Yəni, bunun yan tərəfinə hündürlük çəksəz, o başqa yerə gedəcək, median çəksəz, o başqa yerə gedəcək, tənbölən çəksəz, o başqa yerə gedəcək. Yalnız və yalnız bərabəryanlı üçbucaqda oturacağa çəkilmiş hündürlük, median, tənbölən üst-üstə düşür. Bax, bunları bilməlisiniz. İndi, məsələn, bizə deyir ki, bərabəryanlı üçbucağın tərəfləri 13, 13 və 24-dür. Oturacağına çəkilmiş hündürlüyü tap. Deməli, bir bərabəryanlı üçbucaq çəkirik. Bunun yan tərəfləri 13, 13, 24-dür. Deyir, oturacağa endirilmiş hündürlüyü tap. Oturacağa hündürlüyü endirilmiş. İndi, mən bu dəqiqə dedim ki, bərabəryanlı üçbucaqda oturacağa çəkilən hündürlük həm də mediandır. Onda belə çıxır ki, burada AH ilə HC bir-birinə bərabərdirlər deyə hərəsinin uzunluğu neçə olur? 12 və 12. Çünki oturacağa çəkilən hündürlük, median, tənbölən üst-üstə düşür. Bunu 1-ə 90 qoyanda, yəqin ki, başa üstə qonşu da 90-da. Yəni, orada ABH və yaxud CBH bərabəryanlı üçbucağın iki dənə eyni üçbucağa bölündüyünü göstərir. İndi, bura hündürlükdür. Pifagor teoremi eləmək lazımdır. Üçbucaq ABH-dan ya da CBH-dan fərqi yoxdur, eyni şeydir. Biz, bax, burada katetlər bunlardır, hipotenuzda 13-dür. Biz yazırıq ki, katetlərin kvadratlarının cəmi hipotenuzun kvadratına bərabərdir. Yəni, 144 üstə gəl x kvadratı 169-dur. 169-dan 144-ü çıxdım 25, x də oldu 5. Deyə bilərik ki, bərabəryanlı üçbucaq oturacağını seçmiş tənböləni tap. O da bu elə həm də tənböləndir. O da olacaq 5. Yəni, fərqi yoxdur. Aydınmı? Tənbölən, median hündürlüyü üçün üst-üstə düşürdü onsuz da. Bu belə. Gələk bərabər tərəfli üçbucağa. Nədir bərabər tərəfli üçbucaq? Bütün tərəfləri bərabər olan üçbucağa deyirlər bərabər tərəfli üçbucaq. Bütün tərəfləri bərabər olan üçbucaq bərabər tərəfli üçbucaqdır. Bütün tərəfləri bərabər olduğu üçün bütün bucaqları da bərabərdir. Onda biz 180-i 3 bərabər hissəyə bölsək, hər bir bucaq neçə dərəcə olmalıdır? 60. Yəni, bərabər tərəfli üçbucağın tərəfləri bərabərdir, bucaqları da bərabərdir. Qeyd edim ki, bərabər tərəfli üçbucağa həmçinin düzgün üçbucaq deyilir. Siz 9-cu sinifdə düzgün çoxbucaqlar dərsi keçərsiniz. Düzgün üçbucaq, yəni düzgün fiqurlar nədir? Bütün tərəfləri və bucaqları bərabər olan fiqurlara düzgün fiqurlar deyilir. Yəni, bu üçbucağın həm tərəfləri, həm də bucaqları bərabər olduğu üçün düzgün üçbucaq deyəndə elə bərabər tərəfli üçbucaq nəzərdə tutulur. Bu bərabər tərəfli üçbucaqda bütün tərəflərə çəkilmiş median, tənbölən, hündürlüklər üst-üstə düşür. Bütün tərəflərə. Bərabəryanlıda ancaq oturacaqaydısa, burada bütün tərəflərə çəkilən median, hündürlük, tənbölən üst-üstə düşür. Üç tərəfin üçü üçün də bu keçərlidir. Bax, tərəflər yarı bölünür, bu bucaqlar da yarı bölünür. Məlumdur ki, yarı bölünürsə 60-ı yarı bölünürükdə 30-30-dur. Tutaq ki. Yəni, buradakı AN, BK və CN həm mediandılar, həm hündürlükdülər, həm də tənböləndirlər. Və tərəfi A olan
tərəfi A olan bərabər tərəfli üçbucağın hündürlüyü, tən böləni, medianının uzunluğu A kök 3 bölünsün 2 düsturu ilə tapılır. Hardan çıxır bu A kök 3 bölünsün 2 düsturu? Hündürlüyü endirsək, dedik ya hündürlüyü həm də mediandır. Buralar oldu A bölü 2, A bölü 2. Onda biz bu x deyək tutaq ki buna. Bunu tapmaq üçün bizə bir dənə Pifagor teoremi lazımdır. Yəni x-in kvadratı ilə A bölü 2-nin kvadratını toplayanda deyir A kvadratı. Düzdürmü? Düzbucaqlı üçbucaq olduğu üçün. Yəni x kvadratı üstə gəl. A-nın kvadratı bölü 4 bərabər A kvadratıdır. X kvadratı bərabərdir A kvadratı çıxılsın A kvadratı bölü 4. Ortaq məxrəcə gətirib çıxardanda 3A kvadratı 4. Hər tərəfdən də kök aldıqda alındı ki kök 3 vur A bölü 2. İndi vurguların yeniləşib A-nı birinci yazmışıq. Yəni, məsələn, sizə deyir ki, bərabər tərəfli üçbucağın tərəfi 12-dir. Onun hündürlüyünü tap, yazırıq 12 vur kök 3 böl 2. Edir 6 kök 3. Aydın mı? Yəni, bunun uzuzadə hesablamağa ehtiyac yoxdur. Çünki bunu düstur kimi qəbul edib tətbiq edir. Yəni, həlli tələb olunan sualda belə, düzdür, belə bir qısa bir həlli tələb olunan sual verməyəcəklər. Amma hansısa bir sualın tərkibində buna ehtiyac varsa, birbaşa bu düsturu yazıb tətbiq edə bilirsiniz. Bu olur bərabər tərəfli üçbucaq haqqında bilməli olduqlarınız. İndi gələk düzbucaqlı üçbucaqdan danışmağa. Deməli, düzbucaqlı üçbucaqdan qabaq mən sizə mail, perpendikulyar, proyeksiya bunları deyim. Çünki ayın 11'indeki bu derse aittir. OTK'nın 11. ayın ikisinde olan sınavının mövzularında bunlar var. Yani düzbucaqlı üçbucaq var. Yani üçbucaq bölməsidir. Bir də ki, əlavə olaraq tam cəbri ifadələr, muxtəsər masturlar və s. onları da keçəcək. Onlar əlavə olunubdur bu dəfəkin üzərinə. Deməli, ta ki, bu el düz xəttidir. Bu düz xətt üzərində olmayan bir A nöqtəsi götürək. A nöqtəsindən bu düz xəttdə yalnız və yalnız bir perpendikulyar çəkə bilərsiniz. İkincisi mümkün deyil. Bu AB-yə deyirlər, el düz xəttinə çəkilmiş perpendikulyar. AB, el düz xəttinə çəkilmiş perpendikulyar adlanır. Perpendikulyar adlanır. Biz o A nöqtəsi ilə el düz xəttinin istənilən nöqtəsini birləşdirdikdə alınan parçaya deyirlər mail. AC adlanır mail. BC-yə də deyirlər həmin mailin proyeksiyası. BC olur AC mailinin proyeksiyası. Yəni başqa sözlə deyirəm ki, kölgəsi. Yəni AB perpendikulyardır, AC adlanır mail, BC də adlanır həmin mailin proyeksiyası. B nöqtəsinə deyirlər mailin düz xətt üzərindəki oturacağı. Yəni edavsu mail demək perpendikulyarın oturacağı. C-də mailin oturacağıdır. Yəni bu perpendikulyarın oturacağı sayılır, C nöqtəsində mailin oturacağı. Mailin proyeksiyası və perpendikulyar düzbucaqlı üçbucaq əmələ gətirir gördüyünüz kimi. Burada biz A nöqtəsindən bu düz xəttdə bir dənə perpendikulyar, amma sonsuz sayda mail çəkə bilərik. Məsələn, birində bura çəkilən mailin. Bu da bir maildir. Bu mailin proyeksiyası da nədir? B-dir. Və 8-ci sinifdə belə qaydalar keçmişsiniz. Böyük mailin proyeksiyası böyük, kiçik mailin proyeksiyası kiçik olur. Yəni, burada AC mailinin uzunluğu AD-dən böyükdürsə, deməli, AC-nin proyeksiyası olan CB, AD-nin proyeksiyası olan BD-dən böyükdür. Yəni, böyük mailin proyeksiyası böyük, kiçik mailin proyeksiyası kiçik olur. Bərabər maillərin proyeksiyaları bərabər olur. Bu da olur mail, perpendikulyar, mailin proyeksiyası nədir? Bu anlayışlar. İndi gələk düzbucaqlı üçbucaqdan danışmağa. Ümumiyyətlə, üçbucağın bucaqlarına görə 3 növ var idi. İti bucaqlı, kör bucaqlı və düzbucaqlı. Düzbucaqlı üçbucaq çox böyük əhəmiyyətə malik olan bir üçbucaq növüdür. Bucaqlarından biri düz bucaq olan üçbucaqlara deyilir düzbucaqlı üçbucaq. Yəni burada C bucağı 90 dərəcə olduğu üçün bu adlanır düzbucaqlı üçbucaq. Düzbucağı əmələ gətirən tərəflərə, yəni AC ilə BC-yə deyilir katet,
Düz bucağın qarşısında duran tərəfə isə deyilir hipotenuz. Düz bucağın qarşısındakı tərəf isə hipotenuz adlanır. Yəni katetlər və hipotenuzun nə olduğunu bilməliyik. Düz bucaqlı üç bucaqda iti bucaqların cəmi 90 dərəcədir. Çünki bunun bir bucağı düz bucaq olduğu üçün, yəni üçünün cəmi 180 idisə, onun 90 dərəcəsi burada olduğundan deyilir ki, düz bucaqlı üç bucaqda iti bucaqların cəmi 90 dərəcədir. Yəni A bucağı, məsələn, 70-dirsə, B bucağı neçədir? 20. Daha 70 ilə 90'ı toplayayım, 160, 180'dən 160 çıxıb tapım uzatmağa ehtiyac yoxdur. İti bucaqların cəmi düz bucaqlı üç bucaqdan söhbət gedir. 90 dərəcədir. Aydındır mı? Sonra düz bucaqlı üç bucaqda düz bucaq təpəsindən hipotenuza çəkilmiş median hipotenuzun yarısına bərabərdir. Bayaqlarım orada 7, 24, 25 sualı var idi, düz bucaqlı üç bucaqdır. Həmin o sualda deyilən. Bu ancaq buna məxsusdur. Baxın, deyilir ki, düz bucaqlı üç bucağın düz bucaq təpəsindən hipotenuza çəkilmiş median hipotenuzun yarısına bərabərdir. Bu ancaq düz bucaqlı üç bucaqda düz bucaq təpəsindən çəkiləndə olur. Məsələn, mən A-dan bura median çəksəm, o median BC-nin yarısı deyil. Bu sadəcə və sadəcə bərabəryanlı üç bucağın hipotenuzuna çəkildikdə baş verir. Yəni, məsələn, nümunə göstərirəm. Bura 14-dürsə, təbii olaraq bunlar 7-7 bölünür. Median tərəfi yarımıdır. Bu da həmin 7-yə bərabərdir. Amma başqa heç bir üç bucaqda biz medianı çəkəndə tərəfin yarısı qədər olur. Bəyaqların düsturlarla hesablayıb tapırdıq. Yəni, nə qayda deyilirsə, qaydaları diqqətlə oxumaq lazımdır. Yəni, düz bucaqlı üç bucağın düz bucaq təpəsindən çəkilən median hipotenuzun yarısına bərabərdir. Bunu bilməliyik. Və burada da diqqət çəkən bir məqam var. Bərabəryanlı üç bucaqlara mənə gəldi. Baxın, AMC bərabəryanlı üç bucaqdır. Ona görə bura alfadır. Bura beta olduğu üçün bu da bir bərabəryanlı üç bucaqdır. Bura da betadır. Yəni, iki dənə burada bərabəryanlı üç bucaq əmələ gəlir həmin şəklin içərisində. Sonra, xüsusi düz bucaqlı üç bucaqlarımız 8-ci sinifdə keçirsiniz orta məktəbdə. Bucaqları 30-60 dərəcə olan, yəni iti bucaqlarının biri 30, digəri 60 olan düz bucaqlı üç bucağı biz xüsusi üç bucaq olaraq nəzərdən keçirdirik. Həmin o 30 dərəcənin qabağında duran katetə A desək, hipotenuz 2A olur, o biri katetdə A kökçü olur. Bunu ayrıca bir teorem kimi də öyrənirik ki, düz bucaqlı üç bucaqda 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısıdır. Bunu sözlə dərk etməlisiniz. Düz bucaqlı üç bucaqda 30 dərəcəli bucağın qarşısında duran katet hipotenuzun yarısıdır. Məsələn, sizdə buranı verib 60, buranı verib 4, deyir x-i tap. Biz başa düşürük ki, bu bucaq 60-dırsa, bu bucaq neçədir? 30-dur. Onda 30-un qabağında duran katet 4-dürsə, hipotenuz neçə olmalıdır? 8. Bəli. Sözlə deyilir ki, 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına. Onda 60-ın qabağındakı nə olur? 4 kök 3 olur. Sonra digər xüsusi düz bucaqlı üç bucağımız iti bucaqları 45 olan bərabər yanlı düz bucaqlı üç bucaqdır. Bunlar 45 olarsa bu olur artıq bərabər yanlı düz bucaqlı üç bucaq. Bunun katetlərini biz A ilə işarə elədikdə hipotenuzun uzunluğu A kök altda 2 olur. Yəni bərabər yanlı düz bucaqlı üç bucaqdır. İti bucaqları 45 olan. Sonra Pifagor teoremini keçən dəfə demişdik, yenə də bir də xatırladıram. Çünki düz bucaqlı üç bucaqda əsas qaydalardan, teoremlərdən biri budur. Deməli, biz bu düz bucaqlı üç bucağın katetlərini A, B, hipotenuzunu C ilə işarə eləsək, Pifagor deyib ki, düz bucaqlı üç bucaqda hipotenuzun kvadratı katetlərin kvadratlarının cəminə bərabərdir. Hipotenuzun kvadratı katetlərin kvadratlarının cəminə bərabərdir. İndi, elə 8-ci sinifdə öyrəndiyiniz düz bucaqlı üç bucaqla bağlı bu qaydalar. Tutaq ki, bu bizim düz bucaqlı üç bucağımız.
Bu düz bucaq təpəsindən hipotenuza hündürlük çəkdikdə hipotenuz iki hissəyə ayrılır. Həmin hissələrə katetlərin hipotenuz üzərindəki proyeksiyaları deyilir. Baxın, elə bilin ki, perpendikulyar, mail və mailin proyeksiyası. Yəni, bura çəkilmiş perpendikulyardır, hündürlük olaraq. Bu maildir, bu onun proyeksiyasıdır. O mailin də proyeksiyası budur. Yəni, AH, AC-nin hipotenuz üzərindəki proyeksiyası sayılır. BH-da BS katetinin hipotenuz üzərindəki proyeksiyası sayılır. Və bunu 8-ci sinifdə öyrənirik. Bura H deyək, bura A deyək, bura B, buralara da M-lə N deyək. Buradakı ən vacib qaydalardan biri H-ın kvadratının M-nə bərabər olmasıdır. Və yaxud H bərabərdə kök altda M-n yazılır 8-ci kitabında. Hündürlüyün kvadratı bu iki proyeksiyanın hasilinə bərabərdir. Çox tətbiq olunan bir qaydadır. Tək üçbucaqla qalmır. Biz bunu çoxbucaqlarda və s. tətbiq edirik, yəni bu qaydanı. Düzbucaqlı üçbucaqda hipotenuza çəkmiş hündürlüyün kvadratı proyeksiyaların hasilidir. Bir bu. İkincisi, bunun katetlərlə əlaqəsi var. Hər bir katetin kvadratı, bura hipotenuzun özüdür, C-dir. Hər bir katetin kvadratı, yəni məsələn, A-nın kvadratı, A-nın proyeksiyası olan M-lə C-nin hasilinə bərabərdir. Başqa sözlə, bunu güvənin kitabında M vurulsun, M üstəgəl N kimi görərsiniz. Çünki M-lə N-in cəmi bizə sin verir. Bunu B kateti üçün yazanda B-nin kvadratı bərabərdir, N vur C olur. Çünki B-nin proyeksiyası N-dir, ona görə B-nin kvadratı N vur C olur. Başqa sözlə, bunu da N vurulsun, M üstəgəl N şəklində yazmaq olur. Bu ikincisi. Bir də burada üçüncü qaydamız var. Düzbucaqlı üçbucağın düz bucaq təpəsindən hipotenuza endirilmiş hündürlüyün uzunluğu A vur B böl C-dir. Yəni, katetlər hasilinin hipotenuza olan nisbəti. Düzbucaqlı üçbucaqda. Hipotenuza çəkilmiş hündürlüyü tapmaq üçün katetləri bir-birinə vurub hipotenuza bölmək lazımdır. Məsələn, bu düsturlarla bağlı bir neçə nümunə göstərim. Bunlar sizə sözlü şəkildə və ya şəkilli formada verilir. Məsələn, bu düzbucaqlı üçbucaqdır. Buradan hündürlüyü çəkilibdir. Verib bura 9-dur, bura 4-dür, deyir x-i tap. 4-dür, 9-dur, x-i tap deyir. Məlum məsələ ki, bayaq yazdığım qaydaya görə, birinci qaydaya görə, hipotenuza hündürlük çəkilibsə, bu hündürlüyün kvadratı proyeksiyaların hasilinə bərabərdir. Yəni, buradan olur ki, o x-in uzunluğu 6-dır. Başqa bir məsələ. Tutaq ki, bu düzbucaqlı üçbucaqdır. Deyir ki, bunun katetləri 8 və 6-dır. Katetlər 8 və 6-dır. Kiçik katetin hipotenuz üzərindəki proyeksiyasını tapın. Kiçik katetin hipotenuz üzərindəki proyeksiyasını görmək üçün siz bura hündürlük çəkməlisiniz və bu x-i tapmalısınız. Bax, kiçik katet budur. Bunun proyeksiyası deyəndə biz bu HB-ni axtarırıq. Nə etmədik? Birinci Pifagor teoremindən hipotenuzu tapırıq. Yəni, 8-in kvadratı ilə 6-nın kvadratını toplayıb kök alıram. Edir 10. Bunu alandan sonra bayaqki qaydaya görə hər bir katetin kvadratı həmin katetin proyeksiyası ilə hipotenuzun hasilinə bərabərdir. Hər bir katetin kvadratı. Yəni, məsələn, biz nəyin proyeksiyasını axtarırıq? 6-nın. Yazmalıyıq ki, 6-nın kvadratı bərabərdir. X vurulsun hipotenuz. Yəni 10. 36 bərabərdir 10 vur x olduğu üçün x də olur 3 onda 6. Aydın oldu. Bu belə. Bir dənə trigonometrik nisbətlər qalır. Onu da gələn dəfə. O 3 dərsə tamamlayacaq. Gələn dəfə də onu deyəcəm.